Əgər sən indiki həssas şəraitdəsənsə və maliyyə, mənəvi yaşayış nədir və kimdir kimi böhranlar sənin sağını solunu bir-birinə qatıbsa, sənin üçün xüsusi bir təklifimiz var. Məcidi, Səidi, Şahini, Peymanı, Səhəri, Qəməri, Məsudu, Mahmudu və Leylanı boş ver və birbaşa elə birinin yanına get ki, gərək lap əvvəldən onun yanına gedərdin. Lazım olanlar 1-2 dərin nəfəs, bir neçə saniyə gözləri yummaq və bu zikri 100 dəfə təkrar etmək. Allahım, səhv etdim ki, başqalarının köməyinə ümid bağladım. Bundan sonra ancaq sən. Təbrik edirəm. Əgər əvvəlki mərhələləri ürəyinin lap dərinliyindən yerinə yetirmisənsə, artıq imtahan, iş, evlilik nədir ki, hətta dağları da yerindən oynada bilərsən. Uca Allah özünün gözəl surəsi olan Ali İmranın 173-cü ayəsində buyurur. Həsbunallahu və ni'məl vəkil. Allah bizə bəsdir və o nə gözəl vəkildir. Allah bizim üçün kifayətdir və o bizim ən yaxşı müdafiəçimizdir. Yəni canım mənim, öz gündəlik işlərində belə min bir hiləyə əl atan varlıqlara bu qədər güvənmə. Bunlar əgər bacarıqlı olsaydılar, əvvəlcə öz bağçalarını belləyərdilər. Arxan ancaq və ancaq elə birinə söykənsin ki, yer, göy, quşlar, heyvanlar, cinlər və insanlar ona söykənib. Başqa heç kimə yox. Vəssalam.